sizin də ərəb dilində 3 samitli feillər və 4 samitli feillərin keçmiş zamanı haqqında danışacaq. Ümumiyyətcə, ərəb dilində sözlər ümumilikdə desək 3 yerə bölünür. Bunlar birincisi isim, ikincisi feil, üçüncüsü hərfdir. Təbii ki, Azərbaycan dilindən bu biraz fərqlidir. Və burada biz əsas hissəni nə edəcəyik? Feili götürəcəyik. Ərəb dilində feillər əsasən sulasi formada olur, yəni 3 köklü samitlərdən əmələ gəlir və həmçinin 4 samitli feillər də mövcuddur. Və biz bugün birinci olaraq ərəb dilində feillərin formalarını, yəni leksik qrammatik formalarından söhbət eləmək istəyirəm. Ərəb dilində 3 samitli feillərin 15 leksik qrammatik forması vardır. Və bu formalardan bugün biz birinci formanı əsas götürərək onu izah etməyə çalışacağıq. Birinci forma 3 bab üzərində, yəni biz bunu leksik qrammatik formanı ərəb dilində bab adlandırırıq. Bab üzərindən izah etməyə çalışacağıq. Birinci babımız 3 formada düzəlir. Fəilə və fəulə modelləri üzrə düzəlir. Məsələn, bunlara misal göstərsək, bunlara misal göstərsək, məsəl üçün, darabə, baxdığımız kimi, gördüyümüz kimi lövhədə fəalə modelindən əmələ gəlibdir. Darabə vurmaq mənasını verir. Həmçinin fəilə modelinə baxsaq, fərihə, sevinmək feilini görürük və fəulə modelinə baxsaq isə burada kəbura, böyük olmaq mənasını verən feili görürük. Təbii ki, birinci bablar əsasən mücərrəd termin olaraq ərəb dilində mücərrəd adlanır və sonra isə qalan 14 bab isə düzəltmə bab hesab olunur və bunlar da məzid-i fih adlanır, yəni termin olaraq məzid-i fih adlanır. Ərəb dilində ümumiyyətcə belə götürəndə 2 zaman forması vardır, keçmiş zaman və indiki gələcək zaman. Keçmiş zaman, yəni Azərbaycan dilində və digər dillərdə olduğu kimi danışıq anından əvvəl baş vermiş hərəkatı bildirir. İndiki gələcək zaman isə danışıq anında və ondan sonra baş verən hərəkatı bildirir. Və biz burada indiki gələcək zamanın formaları eyni olduğu üçün biz bunları bir götürürük. Və cümlənin kontekstində anlayırıq ki, bunlar indiki zamanı ifadə edir və ya gələcək zamanı ifadə edir. Amma orada bəzi kiçik nüanslar da vardır ki, gələcək zamana biz sə prefiksini artırmaqla gələcək zamanı düzəldirik. Təbii ki, bizim ələ alacağımız mövzu keçmiş zaman olacaqdır və burada biz yenə Azərbaycan dili kimi götürsək və feillərin təsirlilik anlayışı da mövcuddur. Yəni, ərəb dilində Azərbaycan dili olduğu kimi təsirli və ya təsirsiz feillər vardır. Lakin bu xüsusiyyətlər Azərbaycan dilinə bəzən üstə düşmür. Bəzən Azərbaycan dilində olan təsirli feil ərəb dilində təsirsiz olur və ya ərəb dilində olan təsirli feil Azərbaycan dilində təsirsiz ola bilir. Və dediyim kimi, biz keçmiş zamanın quruluşunu və ona qoşulan şəxs sonluqlarını bugün açıqlayacaq və ərəb dilində keçmiş zaman necə düzəlirsə, onu izah etməyə çalışacağıq. Təbii ki, burada 3 və 4 samitli feillərin birinci bablarının keçmiş zamanı alınacaqdır və qeyd etmək istəyirəm ki, Azərbaycan dilindən fərqli olaraq ərəb dilində ciz kateqoriyası var və ayrıca təsniyə forması vardır. Bildiyiniz ki, Azərbaycan dilində ciz kateqoriyası yoxdur. Biz istər qadın, istər kişi olsun, eyni müraciət edirik və sonluqları da, yəni şəxs sonluqları da eyni olur. Lakin ərəb dilində bu biraz fərqlidir. Ona görə birinci babda biz bir feil götürək və o feili təsrif edək və dinləyicilərimiz daha aydın olsun bu keçmiş zamanın təsrifi. Məsələn, gördüyümüz fəriha feilini götürsək, yəni sevinmək feilini götürsək, fəriha birinci şəxsdə fərihdu, birinci şəxsin cəmində fərih nə olur, nə artırırıq və onun təsniyəsi mövcud deyildir. Burada gördüyünüz kimi birinci şəxsdə həm təkdə, həm cəmdə
qadın və kişi ayrılığı yoxdur. Yəni burada həm qadına, həm kişiyə də eyni şəxs sonluqları ilə müraciət edilir. Yalnız biz cümlənin kontekstində anlayırıq ki, orada işlətdiyimiz feil kişiyə aiddir və ya qadına aiddir. İkinci babı götürdükdə, ikinci şəxsi götürdükdə isə burada artıq cins kateqoriyası və təsniyə artıq mövcuddur. Yəni kişi, ikinci şəxsin təkində, kişi cinsində, yenə fərihdə desək, fərihdə, qadın isə fərihdir olur. Cəmində isə fərihtum, kişi cinsində, qadın cinsində fərihtunna. Və burada təsniyədə hər ikisi eyni olur, yenə qadın, kişi cinsi eyni, fərihtuma işlədirik və burada həm qadına, həm də kişi cinsinə işlədirik. Və üçüncü şəxsdə təkində, yəni kişi cinsində feil olduğu kimi qalır. Yəni burada bir qeyd vermək istəyirəm ki, ərəb dilində məsdər anlayışı belə ümumilikdə ayrılıqda yoxdur. Yəni infinite forma mövcud olsa da ayrıca onun bir kateqoriyası yoxdur. Yəni biz keçmiş zamanı üçüncü şəxsin kişi cinsini həm də məsdər kimi götürə bilirik. Məsələn üçün şəriha feilini götürsək, şərih həm keçmiş zamanın üçüncü şəxsində izah etdi mənasındadır, həm də ki izah etmək, yəni məsdər formasında da işlədir. Biz yenə deyirəm, bunu biz cümlənin kontekstindən anlayırıq. Və burada gördüyümüz kimi üçüncü şəxsin təkində feil, yəni öz formasını itirmir, olduğu kimi, yəni lüğətdə olduğu kimi nə edirik? Biz onu yazırıq. Məsəl üçün fəriha, yəni sevindi feili kimi, yəni orada artıq heç bir. Amma qadın cinsindən yenə biz prefiklə artıraraq fərihət, cəmində isə fərihu və fərihnə, təsniyədə isə fərihə uzadırıq və fərihətə formasına alır. Və gördüyümüz kimi keçmiş zaman, ərəb dildə keçmiş zaman, yəni şəxs sonluqları artırmaqla bu qaydada düzəlir. Və burada bir şey qeyd etmək istəyirəm. Təbii ki, bizim dildə olduğu kimi ərəb dilində də məlum və məhsul və inkar formaları vardır feilin keçmiş zamanının. Və burada artıq bir model üzərindən, yəni əvvəl qeyd etdik ki, birinci babda 3 model üzərindən düzəlirdisə, fəalə, fəilə və fəulə, artıq məhsulda bir model üzərindən, yəni bütün feillər artıq bir model üzərinə də düzəlir. Bu da fuilə modelidir. Məsələn üçün, nümunə kimi götürsək orada arəfə, görürsünüz, tanımaq və ya da bilmək, urifə, tanınmaq və ya bilinmək mənasında artıq feil neyinir, dəyişir. Məsələn, mən tanıdım deyəndə birinci babda, yenə deyirəm, şəxs sonluğu artırırıq, birinci şəxsin təkində şəxs sonluğu ilə işlədirik. Məsələn, mən tanıdım, arifdu, mən tanıdım, mən tanındım isə urifdu olur. Dördsamil feillərin isə bir qaydası, yəni indiyə qədər izah elədiyimiz 3 köklü feillərdən bəhs edirdik. İndi isə 4 köklü feildən bəhs etmək istəyirəm. 4 köklü feillər ərəb dilində bir qalib üzərində düzəlir. Fə'lələ və məhsulu fu'l ilə qalib üzərində düzəlir. Məsəl üçün, tərcəmə, tərcümə etmək, turcimə, tərcümə edilmək kimi edilir. Və keçmiş zamanın təbii ki, inkarını izah etməyə çalışacağam. İnkarda isə bildiyimiz kimi, bütün bu feillərin önünə mə hərfini gətirməklə, yəni inkar ədatını gətirməklə biz onu düzəldirik. Məsəl üçün, deyirik ki, mən yazdım, kətabdu, amma deyir ki, mən yazmadım, mə kətabdu. Burada mə təbii ki, ərəb dilində digər formada da işlənir, yəni sual, nə sualı kimi işlədir. Bəs onda necə ard edəcək bunu? Məyi inkar olub olmadığı, inkar və ya sual ədatı olub olmadığı necə ard edəcək? Təbii ki, feillərdə mə işlənirsə, bu artıq inkarlıq bildirilir. Amma isimlərlə işlədilirsə, artıq bu nə sualı kimi tərcümə olunur. Lakin, bəs onda biz feilə sual verərkən, nə sualını, məsəl üçün, nə etdi sualını verərkən,
nədən istifadə edəcəyik? Bu təbii ki, burada məsələ ondan ibarət ki, biz burada artıq məzə ədatını istifadə edirik. O da ki, feillərdə məzə ədatı istifadə ediləndə artıq biz anlayırıq ki, artıq burada məzə artıq feilin inkarı deyil, artıq feilə verilən sualdır. Və başqa deyişlə desək, burada feillərdə əsas məsələ ondan ibarət ki, feillərin özlərinin tipik sahitləri vardır. Və bu tipik sahitlər nədir? Tipik sahitlər biz əgər feillə bərabər onu əzbərləyik, yəni bunun bir qaydası yoxdur və biz bunu modellərə saldığımız zaman tipik feil mütləq əzbərə bilmərik. Yoxsa feili biz düzgün formada işlədə bilmərik. Və təbii ikinci mövzumuz burada, mən bayaq qeyd etdim, cins kateqoriyasıdır. Ərəb dilində cins kateqoriyasıdır. Və ərəb dilində bildiyimiz kimi iki cins kateqoriyası var, kişi və qadın cinsi. Çünki mütləq şəkildə ərəb dilində istər feili cümlədə və ya ismi cümləni qurarkən və ya digər söz birləşməni qurarkən mütləq uzlaşmanın bilməliyik. Yəni cinsi və kəmiyyəti mütləq şəkildə biz bilməliyik. Əgər biz bunu bilmiriksə, biz bu istər ismi cümlə olsun, istər feili cümlə olsun və digər söz birləşmələri olsun, biz bunu cümlədə düzgün istifadə edə bilmərik. Və təbii ki, cins kateqoriyası ərəb dilində həm təbii cins, həm də ki, şərti, yəni müənnəs, yəni müənnəs deyilir, kişi cinsinə müzəkkər, qadın cinsinə isə müənnəs deyilir və bu təbii cins var, bir də şərti, yəni dildə işlənməsinə görə cins mövcuddur. Yəni, məsəl üçün, və bir də sonluq artırmaqla cins kateqoriyasını yarada ərəb dilində. Yəni, təbii cins, təbii ki, canlı varlıqlarda, məsəl üçün, ana dediyimiz zaman, Azərbaycan dilində də bu təbii ki, ummun və ya uxtun, bacı dediyimiz zaman, burada artıq cinsin özü məlumdur. Yəni, sözün öz mənasından məlumdur ki, artıq o qadın cinsindədir. Və bir də ərəb dilində, yəni bu da əzbərləməyə məhkum olan bir şeydir. Məsələn, bədənin cüt üzvləri, məsələn, aynun, yadun kimi, yəni əl kimi sözlər qadın cinsində götürülür. Və ya müəyyən ölkələr və şəhər adlarda həmçinin sonluğuna baxaraq bilinir ki, onlar artıq qadın cinsindədir. Və burada bir şey qeyd edim ki, ərəblər özlərindən digər, yəni ölkələrə və yer adlarına əsasən qadın cinsində işlədirlər. Və bir də onlarda səmiya, yəni eşidilən bir cins kateqoriyası vardır ki, bunlarda məsələn şəmsun kimi, günəş, ardun, torpaq, harbun, maribə və narun, ot kimi sözlər vardır ki, burada onlar, yəni onlar ərəblər öz ata-babalarından onun qadın cinsində, sözün özü kişi cinsində quruluşda olmağına baxmayaraq, amma eşidilənə görə o qadın cinsində istifadə edirlər. Və ən vacib qaydalardan biri qeyri-insan varlıqlarının cəmidir. Yəni, insanlardan başqa bütün varlıqlar məhdudiyyə cəm forması qrammatik cəhətdən tək mənnəs hesab olunur. Bu nə deməkdir? Yəni, biz insan deyəndə ərəblər onu aqil isim adlandırır. Aqil isimlərdən başqa isimlər hamısının cəm forması mənnəs, tək və mənnəs kimi, yəni qadın cinsində götürülür. Məsələn, burada görürük, qəlbun sözü, ürək sözü müzəkkərdir, amma qulub artıq cəmi onun qadın cinsinə çevrilmişdir. Nümunə kimi kitabun götürsək, məsələn, artıq müzəkkər, yəni kişi cinsindədir, amma cəmi kutubun artıq müənnəsdədir. Və bayaq qeyd etdiyim bir məsələni də burada vurğulamaq istəyirəm. Bayaq biz feilin keçmiş zamanını keçdiyimiz zaman orada gördük ki, bir təsniyə forması vardı və bu təsniyə forması nədir, nə bildirir? Təbii ki, Azərbaycan dilində bu forma mövcud deyil və biz burada ərəb dilinə xas olan bir qrammatik formadır. Yəni, burada biz bir şeyin iki olmasını artıq müəyyən bir şəkilçilərlə düzəldirik. Məsəl üçün, isimlərdə bu əni və ya təni şəkilçiləri ilə, yəni kişi cinsində əni və ya təni, qadın cinsində təni şəkilçiləri ilə düzəlir. Məsəl üçün, burada gördüyümüz kimi bələdun sözü ölkə sözü
bələdəni, yəni kişinin olsun, bələdəni və bələdiyyəni burada artıq təhsil və yiyəliş hallarda işlədilibdir. Və ona görə də burada artıq biz onun tərcüməsini iki ölkə və s. yəni iki ölkə kimi tərcümə edirik. Təbii ki, bu Azərbaycan dilində biz ona sayla müraciət edirik. Amma onlarda bunu sayla deyil, şəkilçi ilə biz düzəldirik. Və təbii bayaq yəni də burada qadın cinsində təsniyədə gördüyümüz kimi sonu təmərbuta ilə bitən təbii ki isimlərdir. Bu təmərbuta ilə bitən isimlər ərəb dilində əksərən qadın cinsində olur. Və onları biz təsniyə çevirərkən qapalı təmərbuta açıq təyə çevrilir. Məsəl üçün Mədinətun şəhər, artıq görürsünüz Mədinə təni artıq qapalı təmərbuta artıq açıq təyə çevrilmişdir. Və təbii ki, bu şəxs əvəzliklərində də özünü göstərir. Məsəl üçün, baxdığımız kimi görürük ki, məsələn, həm işarə əvəzliyində, həm şəxs əvəzliklərində bu açıq şəkildə özünü. Məsəl üçün, həzə bu işarə əvəzi, həzəni və ya həzi işarə və qadın cinsində hətəni olur. Məsələn, bitişə əvəzliklərsə, məsələn, kuma, huma və ya siz ikiniz, onlar ikisi, antuma, huma, siz ikiniz, onlar ikisi, təbii ki, kişi cinsində olur. Yəni, bizim bugünkü dərsimiz bu qədər. İnanıram ki, faydalı bir dərs oldu və müəyyən mənada ərəb dilində müəyyən qrammatik quruluşları öyrənə bildik. Sağ olun.